Sən bunu deşmək üçün direldən istifadə etməlisən və yaxud bu materialdan istifadə etməlisən. Çünki direl vasitəsilə biraz gec əmələ gəlir. Amma bunun köməkliyi ilə biz onu sürətli şəkildə və tez şəkildə əmələ gətirməyə çalışacağıq. Onun üçün birinci işimiz nədən ibarətdir? Yenə biz burada qələmdən istifadə etməliyik və bu dediyimiz bu balaca bir çaşka deyək də buna. Bu borunun kiçik hissəsidir. Yəni o müəyyən diametrdə boru buna keçmək üçün bunun çaşkalarının diametri fərqli ola bilər. Biz indi bunun su gedən xətti 9 sm olduğu üçün burada yəni 75'lik belə diametri 75 turbaya keçən 68-70 diametrində bir dənə balaca bir hissəni götürməliyik ki o sonraki prosesdə əziyyət çəkməyək. Onun üçün bunun mərkəz hissəsinə bunu yerləşdiririk və qarşıdan da, arxa tərəfdən də eyni vəziyyətdə hardasa 1 sant yer qalmalıdır ki, bu ikinci prosesdə içəridən onu qatlama anında bunun kənarlarına mane olmasın. Onun üçün qələmlə bunun yerini, kəsəcəyimiz hissəni izləməliyik. İzləmə prosesini başlayıram. Ulduz dam örtükləri. Sizi qoruyan dam örtüyü.